Salam dəyərli dostlar, xoş gördük sizləri. Bugün sizlərə 2026-cı il tarixində Azərbaycan dil fənnindən 3-cü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında istifadə olunan test tapşırığını izah edəcəm. Sualımız da belə deyir. Nümunələrə əsasən, yəni Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edin. Baxaq. Birinci cümləmizdə belədir. Binanın təmirini 2 aya başa çatdıracaqlarına söz verdilər. Diqqətlə baxsaq, cümləmiz söz verdilər. Burada xəbər 3-cü şəxsin cəmindədir və burada iş bir qrup şəxsə aiddir. Demək ki, söz verdilər nəyə? Binanın təmirini 2 aya başa çatdıracaqlarını. Birinci cümləmiz bizim olacaqdır. Qeyri-müəyyən şəxsli cümlə. Yıxılana balta çalmazlar. Bu cümləmiz isə adətən atalar sözləri və aforizmlər xəbər 3-cü şəxsin cəmindədirsə, eyni zamanda subyekt bir qrup şəxsə deyil, ümumən hamıya aiddirsə, biz bu cümləyə ümumi şəxsi cümlə deyirdik. Ona görə yıxılana balta çalmazlar kim? Hamı, yəni hamıya aid olan bir hərəkət olduğu üçün biz bura deyəcəyik ki, ümumi şəxsli cümlə. Diqqətlə baxsaq sualımıza, yalnız xəbərin iştirakı ilə formalaşan cümlədir deyə diqqət eləsək, həm ümumi şəxsi cümlədə, həm qeyri-müəyyən şəxsi cümlədə adətən mübtəda cümlədə iştirak etmir. Bunun üçün biz birinci cərgədəki fikri hər iki tərəfə aid edəcəyimiz üçün biri yanlış olaraq götürürük və bizdən də yanlış fikirlər istəmişdi. İkinci cümləyə deyir şəxssiz cümlədir. Baxsaq, deməli, birinci tərəfə şəxssiz dediyi üçün, yəni birinci cümləyə şəxssiz dediyi üçün bu da təbii ki, yanlış fikirdir. Çünki birinci cümləmiz qeyri-müəyyən şəxsi cümlədir. 3 ortaq fikrə nəqli cümlə verib. Bəli, hər iki cümlə nəqli cümlədir. 3 doğru olduğundan biz bunu seçməyəcəyik. İkinci cümlədə ümumi şəxsi cümlədir deyir. Baxsaq, bəli, yıxılana balta çalmazlar ümumi şəxsi cümlədir. Xəbəri feilin arzu şəkli ilə ifadə olunub deyirsə, arzu şəkli ilə deyil, hər iki cümlənin xəbəri feilin xəbər şəkli ilə ifadə olunduğu üçün 5-ci fikrimiz də yanlış fikirdir. Ona görə bizim doğru cavabımız D variantı olacaq. Bizdən nələr istəyirdi? Yanlış fikirləri istəyirdi.